Selamünaleyküm ağa. Selamünaleyküm. Bu istide hardan belə gəlir ha? Görüşmedik ağa. İstəyirdim Zümrət yana güvəz yox. Doğrudan da görüm keçini yılan əmir ya. Dünya möcüzələrlə dolu. Yaxşı. Danış görək nə gör. Düzmüş ağa. Yazıq Zümrət'e heç bir günah yox. Yani sen öz gözünle gördün. Bəli ağa. Yusuf kardeşim Zümrə'ydəki dost. Demək olar ki, onların ikisinin de ölümüne bu ilan bahis olur. Ne hiç bilmirəm neyim, necəyim. Sen bilirsen ki, ben senin xətrini çok istəyirəm. Ancak o Yusif'ten hiç hoşum gelmiyor. Biraz köntü adamdır. Ancak senin kardeşin Səbihə arvadın oğlu olduğu için mütləq gerek xilas edeyim. Çok sağ olun ağa. Allah sizin kölgenizi bu qəriyenin üstünden əski eləməz. Özünüz bilirsiniz ağa. Yusif təzə evlənib. Ailəsi var. Mən laf razıyam ki, onun əvəzinə nə cəza verirlərsə, mən özüm çəkim. Ancaq... Yok Elmətdir. Bu mümkün olan iş değil. Dünənəcən hardasa ümidim vardı. Ama dünənləri Cahan arvad ile gitmiştim. Cuma akşamı yas yerine. Arvadı o yan bir yandan söhbət eləyəndən sonra Elmətdir. Sen o arvadı görsən, ağlarsan. Zarafat değil, bir oğlun ola, o da elinden gider. Gözürəsi dert değil. Arvada o yan bir yandan söhbət eləyəndən sonra eşittirdim ona ki, koy uşağın kız adı çıksın, geleceğim size. Dedi kulağım gelme. Gelsen el oba içerisinde bir hürmet olarsın, gelme. Ben katili, babamın katilini tek göre onu da bilmirəm. Şimdi kalmışam belə, hiç bilmirəm size ne tür kömək. Ağa, yine sizin sözünüzden çıkmaz. İnanmıram. Yok Elməttin. İnanmıram ki sözə qulaq asaq. Deyir eğer gelsen, evi de yandıracağım, özümü de yandıracağım. Kalmışam belə. Can bana. Benim dünyadan daha can gitmiş bana. Senin kısasını alacağıma mı düşmüştüm? Senin katilliğin kanlı. Onu çavuç içsen de yüreğim soğumayacak demiştim. Bugün senin ruhunu şad edeceğim oğul. Bugün senin katilliğin kanlı. Bu evlerin yürüteceğim. Dayan oğlum. Dayanmıram can. Yaşamarım. Hemşirem. Senin başına gelen bedbəxtlik böyük müsibət. Biz hamımız bu Ədnan qəriyyətinin bütün cəmaatının də müəzzəvinə ürəkdən şərik. Nədən ki, mərhumu cənnət məkan Zümrət tək sənin balan değildi, elə hamımızın balasıydı. Bir xəta olub, öləni qeyri qaytarmaq bizim imkanımız xaricindədir. Ancaq əlimizdə özlərik. Bu Ədnan qəriyyətinin bütün cəmaatı səndən 2000-ci dəfə acizanə surətdə təmənna edirik. Gəl sən bizim ağzından keç.
oğlunun ruhuna, bizim ehtiramımıza bağışla. Doğrudur. Adalet, kanun sen tərəfindədir. İndi sən tələb eləmirsən ki, Yusuf'u özün qətlini etirəcək. Budur. Məhkum sənin huzuruna gətirirsən. Əgər sən onu bağışlasan, ölüm tələb eləməsən, onda ədalətli qanunlarımız ona ayrı cəza verər. Bu cavan da yaşayan. İstəyirəm ki, başının, saçının bu ağ bir kəyində əllərin qana batsın. Nə qədər gecdi, bağışla onu həmişirəm. Bağışla. Heç vaxt. Ulan, heç vaxt. Cahan xala, nə istəsən də verir Cahan xala. Bütün torpağımızı, evimizi, eşiğimizi. Torpağınız başınıza değsin. Benim birceciğim, arkam həyanım, gözümün ışığı, evimin yaraşığı, elimden gedenden sonra torpaq neynirəm, görmə aparacağım. Cahan, həmşirəm, fikirləş. Torpağı satsan, 3000 güzələr. Mənə pul yox. Mənə oğlum lazımdır. Oğlum. Oğlum. Verebilirsiniz oğlumu. Sizden konuşuram. Verebilirsiniz mi benim yüreğimi? Dinliyorsun. Yok. Ay cemaat! Yoktu benim balamın günahı! Onu günahsız öldürürler, ay cemaat! Günahsız öldürürler, günahsız! Günahsız! Ben balamın katilinin başını bu həncerle kesip kanından içmedim. İçmesem reis olmaz. Ben onun kanını almamış, ölmeye ihtiyarım da yoktur. Nereye gelsin? Dede toylu balamı, geç gün anamı, bu ak saçlarıma, ayağının altında körpeğime, ihtiram, can. Senin balan hiç olmasa toyuzu gördü. Benim uşağım bu dünyadan günü burnumda geçti. Muradı gözümde kaldı. Dünyada ona bağışlamaram. Ben onu bağışlayabilirim. Bu yaşta katil olmak istiyorsan böyle olmak istiyorum katil. Katil olacağım katil. Katil. Bir çatası bir üstünde. Cavan bir oğlanı kanına beltan eleme. Onun anasının gözünü neler koymak. Ne adılar?
Sizden soruşuram. Ne adlanır? Onun adı ne olur? Ne? Ne olur? Ne takşirekli arvattı bu. Yazığın teş balası elinden gelir. Belə məlum olur ki, mərhumun anası Yusifi bağışlamaq fikrində değildir. Belədirmi Cahan? Bəli. Ağay mühtərəm. Bu mənim son qərarım. Ay cemaat! Xamuş! Sərin surət başlaya bilərsiniz. Hazırlaşın. Mən hökmü qirayət edəndən sonra başlayın. İslam-ı müqəddəsin tələbi mövzubincə Ədalət Məhkəməsinin ədalətli hökmünə binaən Zümrə-i Vələd-i Səlman-ı Bigünahi qətlə yetirmiş olan Yusif Vələd-i Səlim ən ağır cəzaya ölümə məhkum olunmuşdur. Məhkumun bağışlanması haqqında Əla Həzrəti Hümayunun və məmləkətin Ali Məhkəməsinə binaən irtal etdiyəri isə rədd edilmişdir. Ölüm hökmü mərhumun anası Cahan binti Əkbər tərəfindən icra olunacaqdır. Məhkumun yaxın adamları onunla vidalaşa bilərlər. Sen de ağlıyorsan. Ağlama kardeş. Bakma. Al. Benden sana yadigar.
Molla Qulu, başlayabilirsin. Namazını kıl bala. Allah Taala'dan o dünyada bağışlanmağını dile. Niye böyle bakın? Yusuf, namazını kıl. Vakit geçir. أشهد أن لا إله إلا الله أشهد أن محمد رسول الله أشهد أن أمير المؤمنين عليا ولي الله من Oy billahi, bu vicdansızlar. Yok, bu benim oğlum katili değil. Onun saçları kapkara, yanakları da kıpkırmızıydı. Bununsa saçları ağappaq ağarıp, verin benim oğlumun əsli katilini, verin diyorum size. Cahan, sen bilirsenmi ki kanun mövcubince xəncəri yalnız bircə dəfə məhkumun boğazına çəkmə ixtiyarın var. 2 dəfə çəksən, günah sahibi olursan. Sen öz cezanı çektin. Git yaşa. Sen oğlumun ruhuna baş. Git Cahan Arvan, sen cenneti satın al. Sağ ol ay Cahan, sağ ol. Yusuf, yedi onu kalmış. Başa düşmüş. Cahan seni bağışladı. Bağışladı seni Cahan. Cahan kılı seni bağışladı Yusuf. Sana Neydi oğlum? Yusuf. Şimdi. Belimi kıran oğlum. Eşlerden doymadım. Kabir üstü. Zümreymin toyudur. Getirem kendimi getirin. Zümreymin toyudur. Zümreymin toyudur. Getirem kendimi getirin. Ev çalın, ev çalın, ev çalın. Oynuyor, ev çalın. Zümreymin toyudur. Zümreymin toyudur. Sana ne olur? Uşağına niye gitmişsin bak? Tanıdım seni. Molla Garyadar Kulam. Ne? Ben Garyadar Kulam. Ben garyadar doğru. Ben kulamam, molla kulam. Molla Kulam. Ha, molla kulam. Molla Kulam, Molla Kulam, Molla Kulam. Molla Kulam, Molla Kulam, Molla Kulam. Sakit ol ha. Molla Kulam. Sakit ol. Buna bakın ne diyor? Molla Kulam. Allah. Gel gel. Ve sen
Nətər molla qulusan ki, bilmirsən mən qəbir üstə getirəm. Hə? Molla qulu, molla qulu. Dünən axşam Zümrəyim gəlmişdi. Bilirsən də, Yusiflə danışmır. Dava eləyiblər axı. Dedi ki, dünən axşam evə gəlmişdi. Səbhə xalanı da götürüb, gələrsən ora, yanıma. Bizi barışdırarsız Yusiflə. Gəl gedəyim Allah qulu. Sən öz oğlunla görüşərsən. Sen ne danışıyorsun? Mən də Zümrəyimlə. Sen ne danışırsan Cahan? Benim oğlum ölmüyor. Ha? Doğrudan. Sağ ol. Ne olsun öleceğiz de. Gözde geçecek benim oğlum ölmüyor. Molla kulu, akıl ham ölecek, sen de öleceksin. Bu dünyanı kim ikerli tutup ha? Kim tutup ikerli gel gedey molla kulu. Gel gedey, gel gedey. Gel gedey. Gel gedey molla kulu. Ben verebilirdim, vallahi kulu. Ben verebilirdim, balam ölmeyecek. Balam ölmeyecek. Bak, sen deme öleceğimiş. Öleceğim. Takılın, takılın. Kaçın oradan. Anasını Allah'layla! Allah'layla! Yanıyım balamın paltarını! Dur Cahan, dur. Sakin. Anımdı! Sakin. Anımdı! Öyle dur, sakin ol. Çıktın yola görüm aygın! Ezel! Gel görüm! Zümrəyimin tayıdır! Gel gedək, seni toya çağırırım! Səbhə! Axı mən sənin oğluyun toyunda oynamışdım! Borcumu qaytar! Gel gedək Səbhə! Gel gedək! Oğlumun tayıdır, Zümrəyimin tayıdır! Gel gedək! Gel gedək Səbhə! Zümrəyimin tayıdır! Tayıdır Zümrəyimin! Ay Allah! Ne olacak? Esselamu aleyküm oğlanım. Selam aleyküm. O arvat kim değil ha? Cahan arvat Cahan. Yazı, deli olur. Bilirəm. Vilayet şəfaxanasına xəbər göndərmişəm ki, gəlib aparsınlar. Bəlkə tədavi edəcəklər. Molla Qulu, sən bilərsən, Cahan arvadı bu vilayətdə uzaq qohum əqrabasından bir kimsə var ya. Yoxdur, heç kesi yox. Eğer vilayet şəfaxanasından gelip onu aparsalar, onda
Da qapısın bağlarsan, açarım verirsən. Gəl. Qaydar, verərik. Qayıtmaz, bütün malı, heyvanı, evi de hamısı qalar sənin. Sözüm gəlmək istəyirdim sizə. Doğrudan Necə? döyüş göstermiş olarsınız ağa. Buyurun gedək. Yalan danış. Gözün üstü yeriz. Yalan danışma. Sen xəsisin birisən. Sənin bir stəkan çayını içsəm, səhərəcən gözümə yuxu getməz. Başa Aha zarafat edirsən yəqin. Ağa, mən pul qədri biləməm. Amma xəsis deyiləm. Laf yaxşı edirsən, həzrətcim. Adam gərək pul qədrini bilən olsun. Həzrətcim, buyurun. Sən gəl, bax, belə elə. Get o qızı, əfsanəni deyirəm. Təbihə arvadın evindən gətir öz evinə. Başa düşdün? Başa düşdüm, başa düşdüm ağa, amma... Heç nə başa düşməz. Deyirəm sənə ki, get o qızı gətir evinə. Mən özüm səninlə qohum olmaq istəyirəm. İndi başa düşdün? Yine başa düşdüm ağa, amma... Nə amma? Yoxsa demək istəyirsən ki, mən sənin üçün qocayam. Yox ağa, qoca değilsən. Biraz yaşlısan da. Mənə bax. Bu nətər olur, həzrət gör. Sən Nazənin xanımı özünə arvad eləyəndə heç qoca olmursan. Və nətər olur ki, mən əfsanə xanımı özünə arvad edəndə qoca oluram. Yox ağa, yox ağa, mən elə demək istəmirəm. Mənə bax, kərəm-pərən eləmək lazım deyil. Get o qızı gətir evinə. Başa düşdün? Başa düşdüm ağa, başa düşdüm. Amma adı yoxdur. Deyirəm sənə qızı gətir evinə. Məndən xeyir görmüş olarsan.